Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli uşaqlar, mən bu videoları əslində normalda buraxılışa 1 ay, 2 ay qala öz şagirdlərim üçün hər il hazırlayırdım. Hər ay deyirəm. Hər il hazırlayırdım bir motivasiya olsun deyə. Amma bu il qərar verdim ki, digər şagirdlər üçün də bu motivasiyaya məncə ehtiyac var. Demək uşaqlar, 2 aya yaxın bir müddət qalır buraxılış imtahanına. Əslində tam 2 ay da sayılmaz, çünki 50 gün falan mənasına gəlmiş olur bu. Və bəzi uşaqlar stres çəkirdir, bəzi uşaqlar narahat olur, bəzi uşaqlarsa fikirləşir ki, buraxılış imtahanı necə keçəcək və buraxılış imtahanında sizin həyəcanlanmamağınız üçün, yəni sizdə həyəcan olmaması üçün bəzi tövsiyələr verəcəm. Bu tövsiyələr isə özümdən misal göstərərək demək istəyirəm. Mən həyatımda önəmli imtahanlar vermişəm, hansı ki, məsələn, mən də qəbul imtahanı vermişəm. Yəni bizim dövrümüzdə 11-ci siniflər qəbul imtahanı verirdi. Buraxılış ya da blok deyildi. Mən də qəbul imtahanı vermişəm, magistr imtahanı vermişəm və bir də MİQ imtahanı vermişəm. Düzdür, buraxılış imtahanına hazırlaşdığım kimi heç birisinə o qədər ciddi şəkildə, yəni çox zaman ayırıb hazırlaşmamışam. Çünki qəbul imtahanına tam 3 il hazırlaşırıq. Məsələn, magistr imtahanına mən 1 il hazırlaşmışam ya da MİQ imtahanına 1 ay hazırlaşmışam. Amma necə hazırlaşmışam? Əsas məsələ budur. Mən sadəcə ağlımda bir şey tuturdum ki, əlimdən gələnin maksimumunu etməliyəm. Yəni, mükəmməl şəkildə hazırlaşmalıyam. Bu demək deyil, hər şeyi mükəmməl şəkildə yazmalıyam. Ya da nə bilim axı, tutaq 30 sualda 30-30 yazmalıyam. Elə deyil. Təbii ki, onu da istəyirdim, o ayrı. Amma ağlımda, yəni qarşıma qoyduğum məqsəd o idi ki, əlimdən gələninin maksimumunu etməkdir. Yəni %100-ünü etməkdir. %100 şəkildə çalışmaqdır. Bu nə üçün idi? Çünki hər 3 imtahanda, belə deyək, həyatımda verdiyim imtahanlarda əsaslı olanlarda mən belə eləyirdim. Yəni sonuncu gün, o imtahana bir gün qalır. Həmin gün fikirləşirdim ki, nə edə bilərdim görən? Yəni vaxtımı həqiqətən də düzgün idarə edib yaxşı mı hazırlaşmışam? Maksimum şəkildə hazırlaşmışam mı bu imtahana? İmtahanı verməyə gedərkən isə yolda ağlımda, belə deyim, canlandırdığım, ağlımda, fikrimdə olan tək şey o idi ki, özləm sən əlindən gələn maksimumunu etmişsən, daha yəni bundan ötəsi yox da, bundan başqa nə edə bilərdin sualı yoxdur. Bundan başqa heç bir şey eləyə bilməzdin. Tam-tamına hər şeyi etmişsən. Sadəcə olaraq gedib o imtahanı rahat bir şəkildə yazasan, başqa bir şey deyil. Həqiqətən də elə olurdu. İmtahanların heç birində mən həyəcan falan hiss etmirdim. Çünki maksimum şəkildə hazırlaşmışam da, əlimdən gələn budur, ötəsi yoxdur. İstər məsələn 700 bal toplayım, istər 100 bal toplayım, istər 500 bal toplayım. Bunun heç bir fərqi yox idi. Bu arada qəbul imtahanında topladığım bal 646 bal olubdu. Yəni mən maksimum əldə edə biləcəyim budur da, başqa bir şey deyil. Neçə bal toplayıramsa toplayım, eləyə biləcəyim başqa bir şey yoxdur. Maksimum şəkildə mən hazırlaşmışam bu imtahana. Sizlərə də tövsiyəm odur ki, bu 2 ayı ya da nə bilim axı, 50 neçə gündürsə artıq, bu günləri maksimum şəkildə hazırlaşaraq və düzgün şəkildə vaxtınızı idarə edərək hazırlaşın. Sonra qəbul imtahanında, yəni daha doğrusu siz buraxılışa gedirsiniz. Buraxılış imtahanında hər hansı bir his olmasın ki, ayda, kaş məsələn, misal deyirəm də, telefonla oynamazdım da, dərsime hazırlaşardım. Ya da nə bilim axı, dostlarımla ora-bura getməzdim də, dərslərimə hazırlaşardım. Bu cümlələr olmasın ağlınızda və rahat bir şəkildə deyəsiniz ki, mən həqiqətən əlimdən gələn maksimumunu etdim. Bundan artığı ola bilməzdi. Yəni, əminəm ki, imtahanım da çox yaxşı bir şəkildə keçəcək. Bundan başqa bir şey yoxdur da, yəni maksimumu etmişəm. Bu sizə əmin olun ki, həm buraxılış imtahanında, həm blok imtahanında, fərq yoxdur, hansı imtahana gedirsinizsə gedin, sizə rahatçılıq verəcək və həyəcan hiss etməyəsiniz. Çünki özünüzdən əminlik yaranır uşaqlar. Sən bilirsən ki, yəni sən maksimum şəkildə hazırlaşmışsan, %100-ünü, əlindən gələn %100-ünü qoymuşsan ortaya. Başqa bir şans ola bilməzdi. Bunu əgər, bu dediklərimi əgər izləsəz, bu dediklərimi etsəz, əmin olun ki, rahat olasınız. Bu boş-boş deyilərək həyəcan, nə bilim, həyəcanlanma, sonra gerisi həyəcanlanırsınız. O şeylər olmayacaq. Rahat bir şəkildə bütün imtahanları yazasınız.